Qruplarımızın adlarına fikir verin. Rəqs, dalğa, səs və dil. Rəqs və dalğa haqqında az-çox məlumatımız var, öyrənmiş. Gəlin bir balaca sual. Nəyə deyilir rəqsi hərəkət? Rəqsi hərəkət nəyə deyilir? Sami. Hər hansı prosesin zaman keçidi təkrarlanması. Prosesi. Zaman keçidi təkrarlanması rəqs hərəkət adlanır. Kim əlavələr edir? Hansı vəziyyət ətrafında? Bu hərəkət cismin tarazlıq vəziyyəti ətrafında verir. Rəqsi hərəkətin yaranması və davam etməsi üçün. Rəqsi hərəkətin yaranması və davam etməsi üçün zəruri şərtlər, hansı şərtlər ödəməlidir rəqs yaransın və davam edəsin? Başlanğıc enerji, sürtməz, az olması, bir də qaytarıcı qüvvə. Qaytarıcı qüvvə. Deməli, əlavə kimi nəsə düzəliş edə bilər? Qaytarıcı. Yaylı rəqqasda bu qaytarıcı qüvvə hansı qüvvəyə çatır? Yaylı rəqqas misalında. Görün Qurmanzadə. Elastiklik qüvvəsi. Elastiklik qüvvəsidir. Rəqsi hərəkəti xarakterizə edən kəmiyyətlər. Hansı kəmiyyətlər? Fiziki kəmiyyətlər. Görün qızım. Rəqsin yer dəyişməsi. Sonra Rəqsin periodu. periodu. Sonra Rəqsin tezliyi. sonra Rəqsin təcili. Rəqsin amplitudu. amplitudu. Sonra Rəqsin sürəti. rəqsin surəti, təcili və s. Bəs dalğa nəyə deyilir? Kim deyər? Nəyə deyilir dalğalar? Dalğa nəyə deyilir? Aysel buyurur qızı. Fəzada sonsuz sürətdə yayılan rəqslərə dalğa deyilir. Sonra deyiyorum. Maddədə baş verən rəqsin zaman keçidicə yayılma prosesidir. Fəzada yayılması, mühitdə yayılması. Neçə cür dalğaları öyrəndik biz? Hansı dalğaları? Aysel? Uzunda və enində dalğalar. Uzunluq. Hansı dalğalara uzunluq dalğalar deyilir? Hansı dalğalara uzunluq dalğalar deyilir? Mühitdəki zərrəciklərin rəqsi dalğanın yayılma istiqamətinə paralel olan dalğalara uzunluğa dalğalar deyilir. Bəs enində dalğalar? Döyəli deyilir. Eyni dalğalarda mühitdəki zərrəciklərin rəqsi dalğanın yayılma istiqamətinə perpendikulyar olur. Uzunluq dalğalar hansı mühitdə dedik yayılır, öyrənmişik? Hansı mühitlərdə yayılır? Bir görüm sənin. Bərk, maye və qaz. Bir görüm. Uzunluq dalğalar bərk, maye və qaz mühitində yayılır. Hər üç mühitdə yayılır. Bəli, uşaqlar. İndi bunlar haqqında qısaca məlumatımız olur. Keçid alırıq bugünkü dərsimizə. İndi gəlir motivasiya. Qısaca bir video rolik izləyəcəksiniz diqqətlə. O video rolikdə fraqmentləri izləyirsiniz. O fraqmentləri izləyərək deməli əsas nələri görəcəksiniz? Buna baxırsınız. fraqmentlərdə sizi cəlb edən əlamətlər nələri sizi cəlb edir? Məncə ritm. Ritm. Sən orada ritm deyirsən. Sonra Dalğa. Sən Hərəkət. hərəkət görürsən. Ne görürsən? Nəfəs. Rəqs. O var. Rəqs görürüz. Sonra ne görürük? Titrəyiş. Titrəyiş. Bəli. Sonra ne görürük? Məncə nəfəs. Nəfəs.
olar, o da olar. Sonra kimin zəmanəsi var? Bir görüm. Nə? Yıldırım gördü. Ha, yaxşı. Sonra bir görüm. Dalğa gördü. Bütün bu əlamətləri özündə birləşdirən, bütün bu sadalarınız, nəfəsli, ritmli, titrəyişli, bu əlamətləri özündə birləşdirən nədir burada? Nə yaratdı? Nə duyğusu yaratdı sizdə? Məncə səs. Bütün bunların hamısı, bu əlamətlər hamısı sonda nə yaratdı? Səs. Titrəyiş nə yaratdı? Səs. Dalğa gəldi, nə yaratdı? Səs. Deməli, bugünkü dərsimizin mövzusu səs dalğaları, səsin surəti və əks-səda hadisəsi. Əks-səda hadisəsi. İndi uşaqlar, gəlin görək, səs haqqında nə bilirik? Nə bilirsiniz? Qısaca qeydlər götürürsünüz. Bir o cədvəlində bilirəm, istəyirəm, biləm, öyrəndim, qrafalarından ibarətdir. İndi biz səs haqqında nə bilirsiniz? Özünüz nə bilirsiniz? Qısaca qeydlər edir, hər qrup var. Gətirir, bilirəm, qrafasında yerləşdiririk işçi vərəqlərində. Sizin işçi vərəqlərində qeydlər götürür. Qeydlər götürür. Hər qrupa, arı-arıqda, hər öz fikri olsun. Nə bilirsiniz? Aha, bilirəm. Səs haqqında nələri bilirəm? Səs haqqında nəyi bilirəm? Aha, yaxşı. Hər qrupdan bir nəfər. Siz nəyi bilirsiniz səs haqqında? Biz nağara haqqında bildiklərimizi qeyd etdik. Məsələn, nağaranın həmin hissəsində biz vurduğumuz zaman burada müəyyən rəqs yaranır və bu rəqs nəticəsində səs yaranır. Rəqs yaranır Və bu rəqs nəticəsində səs yaranır. mühitdə nə olur? Yayılır. Yayılır və müəyyən səs yaranır. Sonra siz nə deyə bilərsiniz? Qızım. Səs bizcə təbiətdən və bizim öz həyatımızdan olan eşitdiyimiz melodiyalar doğur. Aha, olar. Biz də nağaranı götürmüşdük. Bunu geniş şəklində vermişdik ki, nağaranın üzərində pərdə vardı ki, oraya vurduqda müəyyən bir hərəkət yaranır. Bu zamanda havadakı zərrəciklər, bu zamanda havadakı zərrəciklər sıxlaşma və seyrəkləşmələr yaradır ki, bu da insan qulağına səs şəklində çatır. Biz də klarnetin misal göstərmişdik. Klarnetin müştü hissəsindən götürdükdə, deməli, sıxışdırılmış hava onun ağız hissəsindən çıxaraq hava zərrəcikləri ilə birləşir və bizim qulağımıza bu səs olaraq ötürülür. Və bizim qulağımıza bu səs olaraq O deşik yazılardan çıxan hava, sıxlaşmış hava, öz rəqslərini verir hava zərrəciklərinə, yayılır, gəlir insanın qulağına çatır. Yaxşı, lap yaxşı. Uşaqlar, biz səs haqqında nələri öyrənmək istəyərdiniz? Nələri öyrənmək istəyərdiniz? Buyurun. səs necə yaranır? Səs necə yaranır? Sonra, siz bir görün. Əks-sədandır. Yazsın, sonra yapışdıraq. Yazsınlar. Yazın. Dedikcə bir-iki nəfər siz yazın. Səs haqqında nələri bilmək istəyərdiniz? Əks-səda necə yaranır? İnsan qulağı bütün səsləri eşidə bilir. Olar. Sonra Kainatda bütün səslər eşidilirmi? kainatda, yəni kosmik fəzada demək istəyir. Bütün səslər eşidilir. Sonra fikir Mühitdə yaranır. səs. Sonra Baş adamda səs niyə daha gec çıxır? olar. Bunu da öyrənmək istəyirsiniz. Sonra Səs niyə ayda eşidilir? olar. İndi bu dedikləriniz fikirləri işçi vərəqində yazırsınız. Bibo cədvəlinin istəyirəm biləm qrafasında yerləşdiririk. Yerləşdiririk. İstəyirəm biləm, nələri bilmək istəyirsiniz? Yaxşı. Uşaqlar.
ilk səslər necə yaranır? Buyur görün Zülfiyə. İlk səslər təbiətdə yaranan səslərdir. Bunlar quşların səsinin nümunə göstərmək olar. Təkcə quşlar. Mən yoldaşımın fikrinə qatılıram. Bəli, ilk səslər təbiətdə yaranan səslərdir. Dediyi kimi quşların civildisi, külək, yağış, ildırım səsi. Lakin məncə insanlar sonradan bu səsləri yansılamaqla müxtəlif musiqi alətlərini yaratmışdırlar. Deməli, ilk səslər təbiətdən gələn səslər. Təbiətdən gələn səslər hansı səslər adlanır? İlk səs təbii, bir də var insanın müdaxiləsi nəticəsində yaranmış musiqi alətlərinin çıxardığı səslər. Onlar hansı səs mənbəyidir? Süni səs mənbəyi. Süni səs mənbəyinə misal nələri çəkərik qızım, bir görür? Məsələn, gitaranın səsi, taran səsi, pianonun səsi, fit səsi. Fit səsi. Süni səs mənbələrinə misal uşaqlar. Bugünkü dərsdə öyrənəcəyiniz bir dənə alət var. Kamerton. Kamerton süni səs mənbəyidir. Kamerton çəngəlvari metal lövhədən ibarətdir. O metal lövhə yerləşdirilib, deməli, qutunun üzərində bir tərəfi bağlı, bir tərəfi açıq, rezonatör adlanan qutuda yerləşdirilib, o səsi gücləndirmək üçündür. Çəkizlə kamertonun lövhəsinə zərbə vurduqda, siz nə eşidirsiniz? Səs eşidirsiniz? Zərbə vurdum, rəqs yarandı. Rəqs yayıldı, nə eşitdiniz? Səs. Kamertonun lövhəsinə vurulan zərbə nəticəsində həmişə eyni tezlikli rəqs yaranır. 18-ci əsrdə ixtira olunmuş bu alətdə həmişə birinci oktavanın lia səsi alınır. Ona görə də musiqiçilər bu alətdən istifadə edib öz musiqi alətlərini kökləmək üçün istifadə edirlər. O süni səs mənbələri çəkdiyiniz müxtəlif alətlər həm də bir öyrəndik ki, süni səs mənbələrindən biri də nə oldu uşaqlar? Kamerton. Neçənci əsrdə ixtira olunmuş? 18-ci əsrdə. Lap yaxşı. 18-ci əsrdə ixtira olunmuş kamerton. Dedik, səslər təbii və süni olmaqla iki qrupa alınır. İndi bir belə tapmaca oyunu oynayaq uşaqlar. Bizə verilmiş slaydda təbii və süni səs mənbələri var. Gəlin seçim edək. Burada 4 təklif varsa süni səs mənbəyidir. Bir variantları deyil. Süni səs mənbələrinə nələr aiddir? De görüm. Arı səsi. Nə səsi? Arı səsi. Arı səsi. Aha, gördük o yazılıb düz deyil. Deməli düz deyil. Nədir? Siqnal səsi. Siqnal səsi. Baxaq görək. Doğru. Sonra buyur görüm qızım. Göy gürültüsü. Göy gürültüsü. Görək. Göy gürültüsü dedi. Düz deyil. Siqnal səsini Dedi, verdik. hə. Düzgün cavab olduğuna görə yanlış. Göy gürültüsü. Sonra Fit səsi. fit səsi. Doğru. Sonra Musiqi alətinin səsi. nəyi? Musiqi aləti. Musiqi alətinin səsi. Doğru. Sonra de görüm Həsən. Məmə insan səsi. İnsan səsi. Anla, orada var insan səsi. Anla, düz deyil yazıldı. Sonra. Deyə bilərəm. Sim səsi. Sim səsi. Deməli, uşaqlar, səslər təbii və süni olmaqla iki qrupa nə olur? Bölünür. Bəs bu süni səs mənbələrində səsin yaranma mexanizmi, yəni necə olur yaranır? Bunu araşdırmaq üçün gəlin bir video rolikə, tapşırıqları yerinə yetirmək üçün bir video rolikdən istifadə edək. Yəni, burada beynəlxalq təcrübədən istifadə edilmişik, material olmağına görə. Ona görə bəzi şeylər var, özüm deyəcəm. Ola bilər ki, danışıq türkçədir. Ona görə bəzi izahatları verəcəm. İndi belə bir video rolikə bizə tamaşa edeyim. Katı maddelerde molekülden moleküle titreşimler halinde. Görüyorsunuz, siz navara misalında gelirsiniz. Zərbe vurulur. Ses karşılığı Molekula. bunu bir deneyle görelim. İndi hava bir zəngli saat var. Bu zəngli saat, zəng çalanın o səsini biz eşidir. Alarmın sesini Eşidirsiniz mi səsini? katılarda Həmin hava nasosunun halvarının altındakı havanın xüsusi nasos vasitəsilə sorup çıxardacaq. saati çıkarıp Xüsusi yeniden aha, nasos vasitəsilə həmin o halvarın altındakı havanı çəkib sorup çıxar.
Aha. İndi Zamanı gelince zəng sal. meleğin hareketinden Görürsünüz, titrəyişləri görürsünüz siz burada uşaqlar. Səs eşidirsiniz? Niyə eşitmədik? içindeki sesi Hava mühit yoxdur. Deməli, səsin yayılması üçün mütləq və mütləq nə olmalıdır? İndi ayda səsi niyə eşitmədik sualına biz cavab verə bilərikmi? Niyə? Çünki ayda mühit yoxdur. Mühit yoxdur. İndi uşaqlar, bax görürsünüz bu ildırım çaxır. İldırım çaxırda səslə o parıltını eyni anda birinci işığı görürük, sonra səsi. İşığın sürəti təbiətdə ən böyük sürətdir. Uşaqlar 300 bin kilometr bölünsün saniyəyə bərabər. Birinci biz işığı görürük, bir qədər sonra isə onun nəyini? Səsini. Deməli, səsin sürəti işığın sürətindən nədir? Kiçikdir. cinsine ve sıcaklığına göre değişir. Suda saniyede 1500 metre. Suda sürəti. Havada sürəti 340. Suda sürəti 5100 metre hızla dərsçisində, yəni daha sürətli. 5100. sesin bir ekleri çarpıp geri dönmesine yankı adı verilir. Əks səbəb deyil. Səsin maniyə deyil, əks olmasına, qayıtmasına nə deyilir? Səbəb. İnsanlar ve diğer bazı canlılar için çok önemlidir. Örneğin yarasalar gözleri görmediği halde etrafa yaydıkları ses dalgalarının bir cisme çarpıp yankılanarak geri dönmesini algılarlar. Böylece etraftaki Deməli, varlıkların bir sıra farkına varırlar. həşəratlar var Radarlardan ki, onlar özləri xüsusi səs buraxırlar. Onlar o arendirlərin yaradılışı hara istiqamətlənmək lazımdır. Qarşıda maneə var, yoxdur və yaxud da hər hansı bir qida əldə etmək üçün o siqnalları göndərib qəbul etməklə onu müəyyən edə bilirlər. İndi keçid alırıq uşaqlar. Tapşırıqlara, hər qrupa tapşırıqlar veriləcək. O tapşırıqları siz yerinə yetirəcəksiniz, dərsliyi qarşınıza qoyun, tez oxuyun, araşdırmalar oxuyub yerinə yetirməklə bu tapşırıqlara cavablar verəcəksiniz. Buyurun qruplar, tapşırıqlar. Buyurun. İndi açırsınız tapşırıqları. Qızım, sizdə araşdırma üçün nə lazımdır? Bizim tapşırığımıza göre ses suda yayıla bilər mi suallar? Səs suda yayıla bilər. Buyur, ləyən, plasmas ləyəndə su, ehtiyatla. İş vərəqlərini verim sonra bir dəqiqə. Hə, tapşırıqları yerinə yetirmək üçün hər bir qrupa işçi vərəqlər verilir. Burada üzərində işləyirsiniz, məsələniz var, həll edirsiniz, flamasterla yazın ki, aydın olsun ki, bunu lövhədə yapışdıracaq, burada əlavə gəlsin. Açıq qızım, burada. Onları yapışdırın ki, sonra bunları atmayın ki, sonra lövhəyə yapışdırmaq üçün lazım olacaq bizə. Hə, sizə lazım olur. Araşdırma aparmaq üçün dəyəndə su. Aha, sonra bu. Aha, sonra. Sizə nə lazımdır? Komentorun qolunu verəcək, səslənməsini qullanacaq. Aha, buyur. Sənə lazım olan ştativdən asılmış rəqqas, kamerton çəkici. Sonra bizim sizə nə lazımdır? Hansı müddət səslənmə sürətidir? Hansı surətdir? Kamerton, taxta parçası. Diqqətlə sualı oxuyun. Kitab üzərində birinci dərsliyi nəzərdən keçirərək sonra suallara cavablandırmağa çalışın. Ətraflı. Sonra qızım, səndə nə misaldır? Göstərir. Uşaqlar, diqqətlə oxuyursunuz. Sualları diqqətlə oxuyursunuz. İşçi vərəqində qeydlər etməli. Araşdırmalarınızı elədiniz. Sonra onu təqdimat edəndə deyərsiniz. Müzakirələr edirsiniz.
Sonra. Yazmağa mani onu koy burası da. Yazacağım bu. Yok, var evet. Şeyi verin. Eski olsun. O da beraber 15 yaş. Şey yazdım, orada şu var diyeceğim, bunu yazdım. Kim test çıkartırsa aha, az kurumda siz. Dalga. Kömeğe yoldaşı var. 50. biraz gerisi kalsın. İşte beraber Eğleşin görün. Sonuçlar var burada. Eğer yapıştırabilmezseniz yap. Yaxşı. İndi qrup liderləri. Hər qrupun lideri, buyurun. Təqdimatınızı edin. Adlarınızı deyək, hansı qrup
edir təqdimatını. Və birinci növbədə biz dava qrupu eləmək istəyirik. Çalışma 1, tapşırığımızın şərti bu idi ki, hansı mühitdə səs daha sürətlidir. Biz bunu edən zaman müəyyən alətlər lazım oldu. Bunun üçün bizə kamerton, bildiyimiz kimi kamertonun çəkici və bir parça taxta parçası lazım oldu. Birinci növbədə biz kamertonun lövhəciyini rezonatordan ayırdıq və havada vurduq. Bu zaman müəyyən səs eşidilir. Daha sonra isə hansı ki bir lövhəni rezonatordan ayırmışdıq, həmin yerdə deşik var idi. Taxta parçasını həmin yerə qoyduq və vuraraq taxta parçasının üzərinə qoyduq.